Bolu Xaləddin oğlunun bir təbriki var qısaca. Ürək sözünü desin. Bizim Borçalının gözəl şair oğlu. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Mikrofonu açma. Axşamınız xeyir olsun. Yukarıda durursun. Durursun yukarıda. Xeyir olsun, hörmətli tədbir iştirakçıları. Hər birinizi uca Allah'ın salamıyla deyilən təbriklərə qoşuram. Bizim elimizin anası, sonası, şehrimizin tutası, çox hörmətli Səadət xanımı yubiley münasibətilə, 75 illik münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona həyatda uzun ömür, möhkəm can sağlığı, yaradıcılığında yeni uğurlar arzulayıram. Artıq söz demək istəmirəm, çünki sözlərin ən güzəlləri, burada şirkənlərin deməli, gözəl insanlar, dəyərli qələm dostlarımız dedilər. Mən vaxtilə keçən ilk səfirəmizə Səadət xanıma bir şeir yazmışdım. İcazənizlə ilə o şeirimi oxuyum, ondan da çıxımı yeşmişdim. Yazmışdım, Qutadır. Ulu Borçalının şairi çoxdur. Onların içinin gözü Qutadır. Sən kimi dindirsən o ağır eldə, görərsən söhbəti, sözü Qutadır. Var kesit yazıb şeirini çoxun. Yazdığı şeirlər ruhuma yaxın. Ustad kamandarın, Dədə Əmrahın şövq ilə saldığı sazı Qutadır. Elindən alıbdır təbii ilhamı, aləmə yayılıb şöhrəti şanı, doğma vətənimiz Azərbaycanı dünyaya tanıdan qızı Qutadır. İşin mahiyyəti budur əslində, qələmə sarılan çoxdur əslində. Dünyaya gəlsə də o qış fəslində, sevən könüllərin yazı Qutadır. Qulu, o bir güldür səməndə bitən, ona tay olanmaz hər yoldan ötən. Sevdası Turandır, amalı vətən. Turan ellərinin qızı Qutadır, Turan ellərinin qızı Qutadır. Təbrik edirəm. Bir daha Çox sağ ol və indi də mən bura Səadət Qutanın sevimli nəvəsi Abbası dəvət edirəm.